Azərbaycan tarixində iç qanunlar məcəlləsi nə var verilmişdir? Ümumiyyətlə onu deyim ki, dünya tarixində qanun verilməsi sivilizasiyanın, mədəniyyətin başlanğıclarından biri sayılır. O ölkənin ki, xalqı iç qanunlar məcəlləsi təklif edib, o sivil xalqların, sivil mədəniyyətin göstəricisindən biri sayılır. Azərbaycan tarixində iç qanunlar məcəlləsi 488-ci il, bəzi məlumatlarda 498-ci ildə verilmiş olan Ağoyen Kilsə Qanunları məcəlləsidir. Buna bəzən 3-cü Vaçaqanın qanunları da deyirlər. Həmin qanunlar məcəlləsi girişdən və 21 maddədən ibarətdir. Burada ailə nikah qanunları, vergilər, kilsə vergiləri, başqa dinlərə qarşı münasibətlər və idarəçilik anlayışları öz əksini tapmışdır. Azərbaycan tarixində 2-ci Qanunlar məcəlləsi 705-ci ildə Bərdə kilsə yığıncağında 1-ci Simeonun təşəbbüsü ilə verilmişdir, Alban yepiskopu. Və burada da məqsəd dünyəvi hökmdarlara qarşı kilsənin preroqativalarını, yəni kilsənin üstünlüyünü göstərmək idi. Həmin qanun məcəllələri dövlətin idarəsini, vergiləri, eyni zamanda kilsənin ideoloji üstünlüyünü birbaşa olaraq nəzərə çatdırırdı. Bunlar Azərbaycan qanunlarında verilən ilk qanun məcəllələrdir. Videomuzu axıra qədər izləyin, dəstək olmanızı xahiş edirəm.